Kardeş belə şey yoxdur. Bütün şirkətlərdə maaş artırırlar, bizdə artırma söhbət yoxdur. Danışaqdan qardaş, bir sözümüz deyil. Mən deyəcəm bunu, mən həll edirəm bu işi. Narahat olmayın. Talib Bey, biz sizə inanırıq. Narahat olmayın. Etibar müəllim salam. Salam Tadır. Bax, nə oldu ondan başlayaq? Etibar müəllim nədir? Burada müəllim yoxdur. Burada müdür, işçi söhbət yoxdur. Biz bir qardaşıq, bir ailəyik. Buyur, eşidirəm səni, denə. Etibar müəllim, onu demək istəyirdim ki, Deməmişdən qabaq, baxsay bir kəlmə söz deyim. Mən 3 ayda sağ baxıram qıraqdan. Sən bu geyimin var ha. Mən gedirəm Milana, İtaliyaya, Amerikaya. Minlərlə pul xərcləyirəm geyim. Mən tutduramam da geyimimi. Mənə yaraşır. Amma sən maşallah olsun. Sən paltar hardan alsan qardaş? Memdən O olsun da nə olacaq ki? Hə, denə nə deməksən, denə qədər. Şey demək istəyirdim Etibar Bundan müəllim. bundan başqa Talı. Bax, mən sənə bir kəlmə söz deyim. Mən səndən fəxr edirəm qardaş. Sən bu şirkətdə ən etibarlı adamsan. Dənizdə var, dənizdə mənim oğlumla sən boğulsan, mən səni çıxardaram qardaş. Çünki mənə şirkət vacibdir, şirkət. Allah sağ Olsun. olsun. Bir də Etibar müəllim. Bundan başqa, keçən ay sən 3 gün avada işləyibsən, pulsuz parasız. Unutmamışam. Ona görə də nə? Bir dənə ağzını açırsan, o da şirinlik olsun. Etibar müəllim, mən bu həftənin 6-cı günləri boş olmamayıb da. Dedim gəlmiş şirkətə sizə köməklik olsun da gəlmişdik. Pulsuz. Ha, pul ödəmək. Deyirəm də, sən fəxrsən, fəxr. Çox sağ olun. Mən səni dəstəkləyirəm. Çox sağ olun. Bir də bu şey qapının ağzındakı işçilər biraz işdən narazılıq edirlər. Mən onu həll edəcəm, yəni narahat olmayın. Bir adlarını yazarsan. Hə, yazıb bir şey edəcəm sizə deyirəm. Sağ olun Etibar. Alır. Bəli. Sən bizə fəxrənizsən. Çox sağ olun. Öpərsən. Tamam. Alo. Nə oldu? Ya qırğın səsini eşitdim. Sədə bayaqdan qırğındayam. Gözümün altına işin olmuyor mu? Yox, heç nə yox. Gedəyim abi də. Şey, ayın haqqında həll edəcəm. Danışdım, mən sözünü deyirəm. Altındakı